2025 toplusundan yeni əlavə edilmiş bu sual nümunəsində bizə deyir ki, 2a plus 3 və 3b plus 2 qarşılıqlı sadə ədədləri üçün 22a plus 19 bərabərdir 21b olarsa, a və b natural ədədlərinin cəmini tapın. Baxın, bizə deyir ki, bu ədədlər qarşılıqlı sadədir. Baxın, o zaman nə yaza bilərik? Yazarıq ki, buradakı 22a və buradakı, daha doğrusu 2a plus 3 ilə 3b plus 2 buradakı cəm arasında uyğunluq yaradarıq. Buradan yazsaq 2a plus 3. 22a etmək üçün bunu nəyə vurmaq lazımdır? 11'ə. Alırıq ki 22a plus 33. Bizdə bu neçə idi? 19. O zaman yazarıq ki 22a plus 33 minus neçə yazarıq? Yazarıq ki 14. Bərabərdir 21b'yə. İndi gəlin yazaq. Yazarıq ki 22a plus 33 bərabərdir 21b plus 14'ə. Gəlin buradan 11'i mötərizə xaricinə çıxardaq. 11 vurulsun 2a plus 3. Bu bərabərdir. Buradan da 7'ni çıxardaq. 7 vurulsun 3b plus 2. Baxın, bizə deyir ki, bu ədədlər qarşılıqlı sadə ədədlərdir. Yəni, bu ədədlər qarşılıqlı sadədirsə, 11 ilə 7 də qarşılıqlı sadədirsə, hansı halda bu hal ödənər? 11 vurulsun 7 olsa, 7 vurulsun 11 olsa. Doğru mu? Doğru. O zaman yazarıq ki 2a plus 3 bərabərdir 7. Buradan 2a bərabərdir 4. A bərabərdir 2 alarıq. Buradan da 3b plus 2 bərabərdir 11'dən 3b bərabərdir 9. B bərabərdir 3 alarıq. Bizdən bunların cəmini istəyirdi. 2 plus 3 də bizə 5 cavabını verir. Cavabımız oldu 5.